Tam da mövsümündə yumuşaq, ləzzətli portağallı keks resepti paylaşacağım. Xəmirini hazırlamaq üçün yoğurma qabına yumurta və şəkər tozunu əlavə edib mikser ilə ağarana qədər qarışdırdım. Üzərinə duru yağ, portaxal suyu, portağal qabığı rəndəsi əlavə edib mikserlə təkrar qarışdırdım. Ələnmiş un və qabartma tozunu töküb əvvəl spatula ilə, daha sonra mikserlə un tamam həll olana qədər qarışdırdım. Qeyd edim ki, ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalar bölməsində yazacağam. Bu şəkildə olan axıntılı xəmiri yağlı kağız sərdiyim diametri 24 sm olan tort qəlibinə əlavə edib əvvəlcədən qızdırdığım sobada bişirdim. Sosu üçün kiçik qazana portaxal suyu, şəkər tozu və qarğıdalı nişastası əlavə edib qarışdıraraq ocağa yerləşdirdim. Dayanmadan qarışdırıb qatılaşana qədər bişirdim. Bu şəkildə alınanda artıq ocaqdan götürdüm. Hazır olan soyumuş keksin üzərinə portaxallı şirəni əlavə edib hər tərəfinə yayıb otaq temperaturunda soyuyana qədər gözlədəcəm. Soyuyandan sonra doğrayaraq sevdiklərinizlə paylaşıb nuş edə bilərsiniz. Amma öncə videonu bəyənib yaddaşa yazmağı unutma ki, sonra axtaranda tapa biləsən. Yumuşaq keksimi mütləq sınayıb rəylərdə nəticəni bizimlə paylaşmağı, dəstək üçün səhifəmi izləməyi unutmayın.